Qulaqasın mənə konkuri dostlarım, sizlərə bir bomba rəvayət varım. Bugün tərifləməğa çalışdıqlarım, konkur ilimnəndir danışdıqlarım. Konkur ili cavanlara əzabdır, xəlvət otaqdır, bir də ki kitabdır, bir də ki istresdir ayəndiyə, çəkir adamın ruhiyyatın rəndiyə. Xanivadənin sözü bir tərəfdən, hamının intizar gözü bir tərəfdən. Bu istres adamı çəkir batlağa, özüm təcrübə etmişəm mən ağa. Etimad eylədim bir müşavirə, onun müşavir boyu girsin yerə. Mənə dedi ki boş ver imtihanları, imtihan çırıxdırır cavanları. Fəqət testdə təmərküz etkinənsən, mən dediyim rəveşdə getkinənsən. Mən də müşavir deyən yolu getdim, fəqət testin üstə təmərküz etdim. Ösələm də çəhmədi dərs oxumağa, min dana testə dalbadal baxmağa. İmtihanları korladım kökündən, konkuru da yazanmadım təkindən. Nəhayətən rütbəm oldu 10 rəqəm, pəzirayı etdi kötəhlə dədəm. Təhsil həyatım qovuşdu rəhmətə, hazırlaşırdım ki gedim xidmətə. Həm klaslarım biri zəng eylədi, salam konkuru neynədin söylədi. Macəranı tərifləyəndən sonra mənə dedi ay səfi düşübsən tora. Dedim necə sən elə bir çıxıbsan, dedi ki nümrələrimə mənim baxıbsan. Müəddil nəhai mimi olubdi, o rəqəmi rotmə konkurum gəlibdi. Nəqşenoya etimad etmişəm mən, onlar deyən rəveşdə getmişəm mən. Etməmişəm ömrümü puço tələb, dərsə dinidə ustad Nijad Nəcəf, ərəbidə ustad Qəməri Xibrədi. Bu ustadların hamısı nuxbədi, ədəbiyyatda da ustad Şəfaəti. Doğrudan ustaddır, yoxdur söhbəti, həm onlayını həm huzuri klasda. Cüzvələri möhtəşəmdir əsasda, Nəqşeno rütbə bərtərlərin yeri, hədəfi olan mühəssillərin yeri. Nəqşeno rütbə bərtərlərin yeri, hədəfi olan mühəssillərin yeri.